evdə şəkər ölçən aparatınız yoxdursa və yaxud da ümumiyyətlə şəkəri ölçməkdən qorxursunuzsa, sayacağım bir neçə nüansa diqqət edərək sizdə də şəkər xəstəliyi ya da buna meyillilik varmı, yoxmu araşdıra bilərsiniz. Əgər gün ərzində yeməklərdən sonra yorğun və yuxulu olursunuzsa və bütün gün özünüzü yorğun, halsız, keyfsiz hiss edirsinizsə, gecələr tez-tez oyanıq bir şey yemək haqqında düşünürsünüzsə, elə soyuducunu açıb bir ağzıma bir şey atım deyirsinizsə, yerinizə uzananda ayaqlarınızda yanma, göynəmə, qarışqalanma hissi varsa və gecələr tez-tez sidiyə durursunuzsa, bel bölgəsində qalınlaşma, kökəlmə, yağlanma varsa, onda siz də şəkər xəstəliyi ilə üz-üzəsiniz deməkdir.